Nə yeyək ki, arıqlayaq? Hər şeyi yeyək. Kilo almaq, kilo verməkdən çətin bir prosesdir. Ailə qurmamışdan qabaq xanımlara baxırsan ki, modeldilər. Daha yəni, sonra isə ailə qurandan sonra, hələ də tez ana olandan sonra təbii ki. yığmaq çox çətin gəlir. Yediklərimizin nə qədər kalori olduğunu azdan çoxdan bilməliyik. Yəni manyak kimi üstümüzdə tərəzi gəzdirib, ay görün bu neçə qramdır, bu nə qədər kalori eləyir. Yox. Məsələn, meyvələr, tərəvəzlər hər zaman bizim rasionumuzda olmalıdır. Onların da tərkibində şəkər var. Təbii ki, şəkər var və şəkər bizim əslində düşmənimiz deyil. Yəni xüsusən də əgər o təbii meyvələrin tərkibindədirsə. Azadlıq əslində o demək deyil də, nə istəyirəm eləyə bilərəm. Azadlıq artıq o müdriklükdə olmaqdır ki, mən eləyə bilərəm, eləmirəm. Yuliya Əliyeva 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini əla qiymətlərlə bitirmiş, Azərbaycan Dillər Universitetinə daxil olmuşdur. Həmin universitetdə bakalavr və magistr təhsilini almış, hər iki mərhələni fərqlənmə diplomu ilə başa vurmuşdur. O, American Council on Exercise və Colorado, Wageningen və Stanford universitetlərinin bir sıra beynəlxalq kurslarını uğurla tamamlamışdır. Magistratura təhsilini də yüksək qiymətləndirmə ilə bitirmişdir. Qadın Gücdür kitabının müəllifi və Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilən eyni adlı respublika səviyyəli layihənin rəhbəridir. Hobbilərinə idman, yoga, meditasiya, gəzinti, hiking, rəsm çəkmək və piano ifa etmək daxildir. Subaydır, 2 övladı var. Gülya xanım, xoş gördük. Xoş gördük. Çox sağ olun. Dəvətinizə görə təşəkkür edirəm. Çox xoşdur. Nə yeyək ki, arıqlayaq? Hər şeyi yeyək. Necə? Yeyirik ki, gəlirik axı. Məncə hər şeyi yeməliyik. Xüsusi bir formada nəyisə %100 qadağa qoymağı doğru hesab eləmirəm. Verilişdən əvvəl də söhbət elədiyimiz kimi mən düşünürəm ki, biz nədənsə özümüzü məhrum eləyəndə ona qarşı çox böyük bir arzu yaranır və bu arzunu əgər idarə edə bilmək iradəsi yoxdursa, çox zaman ki yox olur və yaxud da zəif olur bu iradə. Biz bir neçə müddət özümüzü məhrum eləyəndən sonra çox belə aqressiv formada həmin o qadağa elədiyimiz şeyi yeyirik və nəticə artıq bilirsiniz necə olur. Yəni az, çox, o orta balansı saxlamaq çətinləşir. Amma mən düşünürəm ki, hər şeyi belə qədərində yesək, qədərində saxlasaq, o proses bizə zövq verəcək və biz heç bir yerdə özümüzü narahat hiss eləməyəcəyik ki, ay Allah, burada oturmuşam, bunu yeyə bilərəm, bunu yox və s. Yəni biz qədərin nə qədər olduğunu necə bilək? Bu fərdə görə dəyişir. Deməli, əslində bir çox insanlar onunla doğulur. İntuitiv qidalanmadır da, belə deyək, onun adı bir adı ki, hansı ki insan öz qədərini çox gözəl bilir. İntuitiv qidalanmadan uzaq olan insanlar mən düşünürəm ki, uşaqlıqda mamaları tərəfindən yeməyə məcbur olunan uşaqlar olubdu. Hansı ki, axıra qədər yeməlidir, istəsə də istəməsə də o yeməyə məcbur olan insanlar mən düşünürəm ki, böyüyəndə biraz o qədər bu mənə bəsdir, bəs deyil, duyğusunu bir qədər itirirlər və onu təkrar qazanmaq lazım gəlir. Təkrar qazanmaq üçün isə mən düşünürəm ki, artıq orada riyaziyyat ortaya devrəyə girməlidir. Yəni biz müəyyən bir formada yediklərimizin nə qədər kalori olduğunu azdan çoxdan bilməliyik. Yəni manyak kimi üstümüzdə tərəzi gəzdirib, ay görün bu neçə qramdır, bu nə qədər kalori eləyir. Yox, sadəcə ümumi bir belə beynimizdə bir informasiya olmalıdır ki, meyvələrdə nə qədər kalori var, nə bilim, tərəvəzlərdə nə qədər var və ümumi bir özü üçün ortalama çıxartmalıdır ki, mən gündəlik deməli nə qədər kalori alıram və bu qədər aldığım kalori məni kökəldirmi, arıqladırmı, yoxsa elə olduğum kimi saxlayırmı? Artıq bu rəqəmləri biləndən sonra onu oynatmaq daha rahat olur və
bu şəkildə intuitiv qidalanmağa məncə yaxınlaşırıq, yəni. Misal üçün mən ömrü boyu kaloridən başım çıxmır. Heç başa düşmürəm ki, yəni kalori nədir? Yəni başa düşürəm ki, yediyimiz deməli meyvədir, tərəvəzdir, qidaların deməli ölçüsüdür ki, yəni bu qədər yesən bu qədər olacaq. Bunu başa düşürəm, aldığımı tutdum. Aldım. Və yandırmağı necə ölçüm? Yandıranda bilmirəm axı nə qədər kalori yandırım. Nə yeyim ki, nə qədərsini yandırım. Əslində biz gün ərzində ümumiyyətlə sadəcə uzansaq, yaşasaq da, yəni sadəcə nəfəs alsaq ki, uzanmışıq və nəfəs alıb veririk. O formada belə bizim orqanlarımızın belə deyək, fəaliyyəti üçün zaten biz bəlli bir şəkildə kalori yandırırıq və bu təqribən 1200 civarındadır. Yəni bəzən olur ki, insanlar pəhrizə başlayırlar və deyirlər ki, mən gün ərzində 600 kalori qəbul edirəm, 800 kalori qəbul edirəm. Bu bizim orqanlarımıza birbaşa olaraq belə deyim, sui-qəsddir. Biz orqanlarımızın başını oynaçırıq. Çünki 1200 kalori ilə belə, yəni sadəcə olaraq beyin fəaliyyətimiz üçün, nə bilim, ürəyin qanı orqanlara yayması üçün, yəni heç bir şey etmədən onsuz da 1200 kalori xərclənir və biz ona görə də o minimalı mütləq yeməliyik ki, normal olaraq fəaliyyət göstərsin qarmonlarımız, orqanlarımız və s. Əlavə nə qədər artıq kalori xərcləyirik, o tamamilə insandan insana fərqlənir. Yaşın çox böyük önəmi var, genetik xüsusiyyətlərin çox böyük önəmi var. Yəni bəzi insanlar, hətta danışıq tonunun belə çox önəmi var. Məsələn, çox səsli, küylü danışan, çox danışan insan eyni kiloda, eyni boyda, yaşda, yəni daha sakit danışan insana nisbətən daha çox kalori yandırır. Yəni onda emosiyaların böyük rolu var. Çox böyük rolu var, çox böyük rolu var. Emosiyalar kalorimizi yandırır, belə başa düşürəm. Emosiyaların çoxluğu bəli, kalori sərfiyyatını artırır. Çox qəribədir, mən heç bunu bilmirdim. Hətta yəni məsələn belə müəyyən sevgi münasibətlərində, yəni daha belə biraz dərinə keçək, cinsəl münasibətlərdə də yüksək emosiyalar daha çox kalori yandırır. Eşqə düşdün, nə qaldın deyirlər. Onu deyirlər yəqin fikirdən. Ola bilər. Əslində cinsi münasibətin özü də idmanın bir növü hesab olunur. Hansı ki, burada sən həm həzz ala bilirsən, həm də ki, yüksək kalorini yandıra bilirsən. Bəli. Hə, bu da onu həkimlər... Amma bəli, ümumiyyətlə amma münasibətlərin iki başlı təsiri olur insana çox vaxt. Belə deyək, eşqə düşən bir insan münasibətin ilk başlarında daha çox kalori yandırır. Çünki hissləri daha çox olur, həyəcanı daha çox olur. Belə deyək, hisslərin qalxıb düşməyi daha çox olur. Amma ondan sonra artıq bir-birinə öyrəşmə dönəmində insanlar rahatlaşırlar. Emosiyalar stabilləşir. Siz məsələn üçün çox vaxt mən görürəm ki, qızlar mənim proqramda qızlar evlənirlər, toydan sonra kökəlirlər. Çünki evlənməyə toya doğru böyük bir narahatçılıq, həyəcan, hazırlıq, ora qaç-poç. Ondan sonra isə artıq otururlar evdə, bir-birlərini qəbul edirlər ki, hə mənim varımdır, məncə nə edirəm, oturum, yeyim, içim, kinoya baxım. Bu formada da artıq belə deyək, passivə doğru kilo alma problemi çox görünür. Həddindən artıq çıxdı. Əslində bizdə siz hazırda böyük bir reallığa toxundunuz. Ailə qurmamışdan qabaq xanımlara baxırsan ki, modeldilər. Daha sonra isə əli, ayağı, bədəni, beli maşallah olsun, çox gözəl. Ailə qurandan sonra, hələ də tez ana olandan sonra təbii ki, yığmaq çox çətin gəlir. Birincidən sonra yenə yığırlar, amma ikincidən sonra daha çətin olur. İkincidən sonra artıq deyirlər ki, əslində bir növ arxain olurlar deyənə məncə. Məncə arxainlıqdır, çünki vaxt keçdikcə insanlarda məncə arxainlıq yaranır ki, o deyirlər, məndən keçdi, ələyim ələnib deyir. Xəmrin yolu. Belə bir formada. Amma düşünürəm ki, siz də onu çox gözəl vurğuladınız da. Yəni evlənənə qədər və evlənəndən sonra ümumiyyətlə nəinki evlənmək, məsələn, həyatda baş verən çox xüsusi bir dəyişiklik tutalım. Mən də çox təcrübədə görmüşəm. Ölkə dəyişən, yəni bu ölkədən köçdü getdi başqa ölkəyə, başqa bir rejimdə yaşamağa başlayır, başqa insanlarla tanışdıq, birbaşa olaraq kiloya təsir eləyir. Yəni bu psixoloji amillər o qədər təsir göstərir ki, hətta deyərdim ki, əsas təsiri göstərən amillər elə
hallardır. Psixoloji amillər. Aha. Çox dəyərli Sağlam Həyat kanalının izləyiciləri, nəhayət ki o gün yetişdi. 30 noyabr 2025-ci ildə Nizami Kinoteatrında bizim ən çox sevilən qonaqlarımızdan İradə İmanova, Vahid Məcidov və Müşfiq Ötkünlə bərabər 4-5 saatlıq bir görüşümüz olacaq. Bu görüşdə istəyirik ki, siz də bizimlə olasınız. Videolarımızda bizi tək qoymadığınız kimi, görüşümüzdə də yanımızda olmağınızı istəyirik. Təşəkkür edirəm. Sağ olun. Onda biz psixologiyamızı necə saxlayaq ki, bu yemək tökəndə biz qədərimizi düzgün tutaq və yeyək, amma yeyə arıqlayaq. Yeyə arıqlamaq lazımdır. Bəzən bunu da çox gözəl dediniz. Bəzən insanlar deyir ki, Allah, mən nə edeyim ki, mənim iştahım olmasın. Deyirəm ki, əslində bizə lazım olan şey iştahımızın olmasıdır. Yəni iştahımızın olmaması bir qırmızı bir siqnaldır ki, nə olub ki, bunun iştahı yoxdur. Onda belə bir sual yaranır. İndi baxın, çoxlu dərmanlar, preparatlar, çaylar, kofelər reklam edirlər, sağ olsunlar. Çox təəssüf ki. Onlar hamısı deyir ki, iştahımı kəsir, mən yemək istəmirəm. Bu onda yanlışdır. Təbii ki, çox böyük bir yanlışdır və onun fəsadları çox ağır olur. Çünki aşırı dərəcədə çox uzun müddət iştahsız olmaq, hətta özünüz belə məsələn fikir versəz, görərsiniz ki, məsələn qrip olduq. İştah düşür, yemək istəmirik. Bir neçə gün yemək istəmirik, hətta çox insan arıqlayır həmin periodda. Amma sağalan kimi iştah o olmadığı günləri bərpa eləyir. Bir dənə artır ki və artıq sən yenidən qayıdırsan öz kilona. Yəni həmin dönəmdə bu dərmanların və yaxud da çayların, kofelerin təsiri bizdə süni bir natural olmayan, təbii olmayan, bizə xas olmayan bir iştah itkisi yaratmaqdır. Daha sonra isə artıq onu içməyəndə hər şey elə bir formada belə püskürür ki, vulkan kimi, yenidən çox böyük hallarda, %90 hallarda çox böyük fəsadlarla geri qaytarır o effekti. Yəni onda bunlar orada əslində sürətlə çəki vermə müşahidə olunur. Aha, sürətlə. Və anormal və yəni sürətli çəki itkisi olduğundan da bədən yaxşı görünmür. Çünki sallanma olur. Mən hər zaman deyirəm, çəki itkisi bilirsiniz necə olmalıdır? Şar var. Məsələn, bir şarı təsəvvür eləyirik. Bu şarı biz birdən partlatsaq, büzüşüb qalacaq. Amma şarı evdə qalır. O öz-özündən gün-gündən başlayır yavaş-yavaş, amma görürük ki, hamardır. Yəni bizim kilo verməmiz o formada olmalıdır. Onda siz yəni sürətli çəki verəndə onda bədən öz dərilər, piqatları adaptasiya eləməyə vaxtı çatmır, çatdıra bilmir, belə deyək. Çünki biz əslində elə nə qədər yavaş-yavaş kilo versək, o qədər yaxşıdır ki, bədən ona yavaş-yavaş öyrəşə-öyrəşə, dəri öyrəşir, orqanların fəaliyyəti öyrəşir və biz ona böyük bir şok yaşatmırıq. Ancaq çox belə stressə salırıq da. Yenə də stres, yenə də stressə salırıq. Onda nə yeyək ki, bu qabımızı dolduraq, gözümüz doysun. Ondan sonra bəlkə qarnımız da doyar. Belə deyim, doğrudan məncə təbiətdən gələn meyvələr, tərəvəzlər hər zaman bizim rasionumuzda olmalıdır. Onların da tərkibində şəkər var. Dünən də bax danışılır ki, onun tərkibində şəkər var. Onu yeyirsən şəkərdir. Əgər belə təbii ki, hər şeyin tərkibində belə baxanda çox dərindən araşdırma eləsək, təbii ki, şəkər var və şəkər bizim əslində düşmənimiz deyil. Yəni xüsusən də əgər o təbii meyvələrin tərkibindədirsə, süni şəkər bizim üçün yaxşı deyil. Yəni belə deyək, şirniyyatlar, paketdə hazır qidalar, bişintilər, məmulatları və s. Ancaq bu yazıq almanın, yazıq çiyələyin tərkibindəki var idi da. Vardı və bilirsiniz necədir? Məsələn, süni şəkər sırf şəkərdir. Başqa heç nə yoxdur. Amma biz almanı yeyəndə onun tərkibində lif də var. Onun tərkibində başqa vitaminlər də var. Biz ondan daha çox doyuruq, daha çox tatmin oluruq, belə deyək. Və o bizi daha çox bəsləyir. Buna görə də həmin şəkər bizdə süni şəkərin verdiyi təsiri vermir. Yəni insulini o qədər oynatmır. Çünki lifləri də var, başqa şeyləri də var. Balanslayır da sanki. Biz deyim ki, mağazadan aldığımız bir dadlı belə bir kruasanı yesək və yanında bir alma yesək, alma da deyim ki, eyni şəkərə malikdirsə, amma almanın tərkibində daha faydalı. Bəli.
inqridiyentlər, liflər var ki, bu bizi bərpa eləyə bilər. Təbii ki, mən bir müqayisə postu paylaşmışdım ki, bir piçenya yeyirik və yaxud da banan yeyirik. Bananın hətta bananla piçenyanın tərkibindəki şəkəri müqayisə edəndə bananın şəkəri daha çox idi. Ancaq bananın verdiyi toxluq hissi daha rahatlatıcıdır. Nəinki piçenya. Çünki eyni onun kalorisi qədər piçenyanı yeyəcəyik, 10 dəqiqədən sonra 3-ünü də istəyəcək. Deyəcək o 3 dənəsini də yeyim, 4 dənəsini də yeyim. O doyurmur. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçün isə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Əslində çox müəmmalıdır. Yəni onda biz hesablamanı yaxşı bilmirik də. Yəni deyirəm, məsələ çox asandır. Hər şey onsuz bütün dünyada nələri hesablayanda insanın özü belə struktur olaraq, nə bilim, hər bir insanın bəlli sayda fəqərəsi var, 2 gözü var. Hər şey yəni əslində çox dəqiqdir. Yediklərimiz də çox dəqiqdir. Çox dəqiqdir və mən çox arzulayardım ki, hətta məktəb illərində necə ki vurma cədvəli öyrənilir. Bu nə qədərdir öyrədilərdi. Çox gözəl bir şey olardı. Onu bir də ki nə ilə yeyilməlidir. Misal üçün mən çox görmüşəm, rəfiqələrimdə də var. Bu dəqiqə yəqin ki bizi izləyir. Şirin çayla Snickers yeyənləri misal üçün mən çox görmüşəm. Hətta tort yeyənləri. Şirin çayla bayağı bir bildiyimiz şirin çayla. Aşla çörək yemək kimidir. Bəli, aşla çörək. Makaronla çörək yeyənlər. Eyni. Onlar bir kimsə mən yeməsəm doymuram. Bəs bu nədir? Bu genetik faktordur, yoxsa ki? Məncə o vərdişdir. Sadəcə öyrəşməkdən gələn bir şeydir. Və məncə onu dayandırmaq da olur. Belə baxanda belə deyim, mən də deyərdim ki, uşaqlığım, məktəb illərim səhər durub şirin çay, pendir, çörək yeməklə keçib. Amma onu qırmaq olur. Bəzi insanlar özlərini inandırırlar ki, mən belə doğulmuşam, belə də gedəcəm. Amma dəyişdirmək mümkündür. Onda siz hər səhər yemişsiniz də şirin çay, yağ pendir çörək. Bu məktəbdə bulku. Mama alma qoyurdu. Yadımdadır. Axşam da yemisiniz. Ən çox çəkiniz nə qədər olub? Mənim belə deyim, hamiləlikdən əlavə ən çox çəkim olub 69 kilo olub, ən maksimal, hansı ki həmin dövrdə mənim hormonal bir problem yaşamışdım. Hormonal dərmanlar çox qəbul etmişdim və bu mənim iştahıma çox pis təsir eləyirdi. Yəni çox yeyirdim və mən həmin çox yediyim günlərin səhəri günü, o birisi günü nizamlamaq üçün heç nə yemirdim və bu çox ağır bir fəsad gətirmişdi. Yəni çox yeyirsən, heç nə yemirsən, çox yeyirsən, heç nə yemirsən. Həmin dövrdə mən kilolu çox deyildim belə. Ancaq daha sonra mən düşündüm ki, hətta məndə psixoloji yemək pozuntusu var. Hansı ki indi çox yayılıb, çox yayılıb. Və mən sonunda bir Avstraliya, bir də Amerikadan həkim və belə deyək, bu sahədə ixtisaslaşan insanlarla tanış oldum. Onlar dedilər ki, sənin psixoloji qida pozuntun yoxdur. Sən sadəcə olaraq bədənini məhrum eləyirsən. Yəni hər bir yemək pozuntusunun adına ki, məndə bu psixolojiyadır, mən nə bilim travmalarım var, ona görə də belə qoymaq lazım deyil. Yəni sən yemirsən və bədən də sənə siqnal verir ki, gəl ye. Səndə artıq o qədər ona böyük bir dirənc göstərirsən ki, yeməyəcəm. Bədən axırda yəni hormonlarla sənə elə bir dərs keçir ki, deyir bax, indi gör nə qədər yeyəcəksən. Yəni belə bir dönəmim olubdu. Ondan sonra mənə dedilər ki, sən
buraxmalısan bu belə deyək düşüncələri ki, mən az yeyim, mən çox yeyim və mənə məcbur elədilər ki, sən gün ərzində çox yeməlisən. İstəməsən belə çox yeməlisən və mən həmin dövrdə çox qorxdum. Çünki psixoloji olaraq zədəli olur insan. Məsələn, kilo verməyə çalışan insanlar da elədir. Ki, deyirlər, "Ayolaq yeyəcəm, bunun axırı olmayacaq. Mən elə yeyə gedəcəm, şişə gedəcəm, yəni kilo ala gedəcəm." Nə olacaq? Mən çox yeməyə başladım. Birinci günlər xoş gəlirdi. Elə bil ki, qəfəsdən buraxılmış quşlar, elə təsəvvür edək. Hər şey yer. İnanırsınız 3-4 gündən sonra artıq bu məni incitməyə başladı ki, mən istəmirəm. Mən bu qədər yemək istəmirəm və həmin dövrlərdə mən kilo aldım, amma qarmonlarım heç bir dərman almadan tarazlandı, normallaşdı. Daha sonra artıq kilo verməyə başladı. Onda ondan qabaq var idi da, sizdə hansı ki yeməyə dirənc göstərirdiniz? Buna görə olmuşdu. Stressdən dolayı məndə yeməklə bağlı problemlər yaranmışdı. Yəni yeməyin bir növü var orada. Amma bax çox yaxşı bir yerə toxunduq ki, baxın hormonal istərsəniz qəbul edirsən. Məsəl üçün mənim özümdə indi bilmirəm bunu baxın görün necə deyirəm. Səhv deyirəm, düz deyirəm. Mənim özümdə menstrual dövrümdən öncə mən çoxlu yemək istəyirəm. Mən tort yemək istəyirəm, şəkər yemək istəyirəm. Və onu orada istəyirəm. Amma məndə deyim ki, menstrual dövrümdə pozuntu baş verdi. Pozuntu baş verəndən sonra preparatdan istifadə etməyə başladıq. Həkim dedi ki, yolun var. Ya biz sənə dərman verəcəyik, sən dərmanla müalicə edirik. Ya da ki, aparat var, aparat vasitəsilə, amma aparatın özü ayda 2 dəfə falan hormon ifraz edəcək. Biz səni belə müalicə edə bilərik. Mən dedim ki, dərmandan sonra aparat olsa yaxşıdır. Aparat da indi yenə də mən baxıram ki, menstrual dövrüm zaten pozulub. Orada tutmaq olmur heç nə və mən mütəmadi yemək istəyirəm. Bəli, elə olur. Bir həftə öncədən yemək istirdim. İndi artıq mən daha çox yemək istəyirəm və mən indi tort istəyəndə, o ancaq o dövrdə olur məndə də bir balaca qısım. O dövrdə mən başa düşürəm ki, bir dəqiqə Aytən, bunu sən istəmirsən, bunu sənin hormonların istəyir. Sadəcə bu pozulub deyənə. Sən prosta bunu kruqlusutka istəyirsən. Bəli, eynən, точно elədir. Yəni məsələ bu isə çox çətindir axı. Yəni bir qadın üçün mən gedirəm evdə baxıram salatın üzərinə, mən salatı yemək istəmirəm. Mən dadlı yemək istəyirəm də. Bunu necə tənzimləyək? Axı bu çox çətindir. Mən yenə də düşünürəm ki, ümumiyyətlə həddindən artıq çox belə dirəndiyimiz dövrdə mən buraxmağı tövsiyə edirəm. Yəni gedim alım yeyim. Yəni çünki mən o qədər həm özümdə onu yaşamışam və həmin dövrdə mənim kimi bu hormonal problemi olan support qrup var idi, dəstək qrupu Amerikadan. Yəni həmin mən belə deyim də müraciət etdim. Orda mən elə insanlar görürdüm ki, yəni mənim problemim 2 il idi yaranmışdı. Orda 18 il, 20 il bu problemi yaşayan insanlar var idi. Nə bilim 45 yaşında falan başlayan insanlar var idi. Tutalım ki, demək olar ki, ömrünün çox böyük hissəsini bununla mübarizədə keçirib və 5 həftənin içində, 6 həftənin içində onların hormonları bərpa olurdu və eyni zamanda da yeməyə qarşı baxış açısı dəyişir. Çünki həqiqətən də belə deyirlər, o azadlıq əslində o demək deyil də, nə istəyirəm eləyə bilərəm. Azadlıq artıq o müdriklükdə olmaqdır ki, mən eləyə bilərəm, eləmirəm. Yəni bu yeməklə də bağlı mən düşünürəm ki, o müdrikliyimiz olmalıdır. Onun üçün də bəzən başını buraxmaq lazımdır ki, görək indi hara qədər gedəcək. Çünki o doğrudan da bir yerdə dayanır. Doğrudan da bir yerdə bezirsiniz. Amma əgər ondan asılı vəziyyətə düşmürsənsə, mən düşünürəm ki, bezirsiniz. Orada belə hisslərin idarə olunması çox böyük əhəmiyyət kəsb edir. İndi biz deyirik buradan gedin yeyin. Adamlar yox. Bu deyil. Bu demək deyil. Yəni ki, nəyə başlamışıq, nədən danışırıq ki, gedin yeyin. Azad hiss eləyin özünüzü. Bu biraz belə düşünürəm yaxşı mövzudur, amma çox biraz individual yanaşma tələb eləyir. İnsanın xarakterini biraz bilmək lazımdır. Nə bilim, biraz bəzi şeyləri müəyyənləşdirmək lazımdır. Bunu hər kəs də məncə eləyə bilməz. Özünü tanıyan adamlar eləyə bilər. Özünü hardakı stop edə bilirlər. Məncə onlar daha yaxşı bunu edə bilər. Bu hormonal mövzulardan girmişkən, gənc qızlarımızda da indi bu dəqiqə
hər şey tezləşib, zaten menstrual dövrüm də tezləşib. Baxırıq ki, qidadan artıq onların məsəl üçün cinsiyyət orqanları daha tez inkişaf etməyə başlayır. Məsəl üçün deyirlər ki, əgər sən çoxlu dərmanlı çiyələk yemisənsə, əlbəttə ki, bu sənin sinənin daha tez böyüməsinə gətirib çıxarır. Təbii olmayan toyuqdan hansı ki, bu indi dükanlarımızda hər dəqiqə başı döşəti adı altında aldığımız, misal üçün deyirlər ki, əgər sən bundan daha çox verirsənsə qızına və yaxud elə oğluna, oğlanlarda da çünki bu hormonal pozuntular baş verir, zaten oğlanlarda da sinələr. Burada bunlar baş verir. Bax, bu özü böyük bir necə deyim sizə, gələcəyin fəlakəti deyə bilərəm. Mən hansı ki, hər evdə analar özləri bişirərək, özləri mağazadan pul verib, bahalı çiyəli çıxan kimi birinci alıb gətirmişəm, sənə verirəm və yaxud da qışda pomidor yemək kimi. Bunu öz süfrələrinə, öz uşaqlarına sunurlar. Bunun fəsadı, keçmişi, indisi, gələcəyi. Mən düşünürəm ki, hələ biz o mövzularda Avropa və Amerikaya nisbətən daha şanslı yerdəyik, daha şanslı bir, nə bilim, şərait altındayıq ki, yəni biz heç olmasa indi kənd çolpası tapa bilirik. Nə bilim, hətta xiyarın, pomidorun belə müəyyən bir formada biraz təmiz versiyasını tapa bilirik. Mən düşünürəm ki, o qaydalara riayət etmək lazımdır ki, meyvə, tərəvəz, xüsusən də məsələn çiyələk də, o təzə çıxanda çiyələk az qala bir adamın əli boyda olub, baş boyda çiyələklər. Yəni biz bunu bilməliyik ki, yəni çiyələk ömür boyu belə olmayıb da, yəni gör indi ona nə qədər nələrisə vurulub. Yəni heç olmasa dadı da olmur, lazım deyil də yemək. Bu baxımdan məncə Azərbaycanda bunu kontrol eləmək olar ki, diqqət eləmək lazımdır. Yəni toyuq, broilerlər yox, məsələn, daha çox kənd çolpası. Kənd toyuqları da yəni bunlar özü də bir məncə absurddur. Yəni kənd toyuğu həqiqətən faydalıdır yoxsa yox? Kənd toyuğu da indi tapmaq çətindir. İndi orada da kateqoriyalar var axı, nə bilim, heyətdə saxlanılan, inkubator çıxılıb, nə bilim, yeriyən, yeriməyən. Çoxdur da növlər. Ona görə də bilmirəm, amma mənim şəxsən bir tanışım var idi, hansı ki, o insan sırf yumurta işi ilə məşğul olurdu, hansı ki, broiler yumurtası da və o insan qeyd eləmişdi ki, belə deyək, biz bu yumurtaları, toyuqlar yumurtasını deyə, toyuqları inanılmaz dərəcədə çox yaxşı bir formada bəsləyirik. Və orada məsələn biz indi danışırıq da kənd yumurtası yaxşıdır, broiler yumurtası yaxşı deyil falan. Onlar qeyd edirdi ki, yəni bizim toyuqlara verdiyimiz hətta o qidalı yeməklər heç o kənd toyuğunun yediyi otda yoxdur. Və iddia edirlər ki, yəni məsələn broiler yumurtası kənd yumurtası ilə demək olar ki, eyni səviyyədə insanı bəsləyir. Və hətta broilerlərdə də belə, indi Azərbaycan reallığını sözün açığı, yəni belə deyim, araşdırmamışam. Ancaq məsələn Amerikanın sənədli filmlərinə falan baxmışam ki, bəzi markalar var ki, çox xüsusi bir formada məşğul olurlar ki, yəni həmin o broilerlər aşırı dərəcədə qarmonla və yaxud da ki, zərərli maddələrlə doldurulmasın. Yəni buna da nəzarət var, amma yenə də onsuz biz 21-ci əsrdə bizim qidalarımızın çox böyük əksəriyyəti məncə zəhərlidir. Mən elə düşünürəm. Çünki onsuz da hava o deyil, nə bilim, hər şey heç nə o deyil də. Torpaq o deyil. Bəli. Hətta torpaqdan belə çıxan göyərti də, məsələn deyirlər ki, göyərti təbiidir, bunu yeyin falan. Torpağın özü qidalıdırmı? O da var. Hətta məsələn bəzi anti-aging həkimləri mütləq bir formada müəyyən bir mineral droplar var, damcılar var ki, yəni yediklərimizin hamısına onu əlavə eləməyi bizə tapşırır, tövsiyə eləyir ki, yəni siz onsuz da o göyərtin yeməklə elə düşünürsünüzsə ki, sizə nəsə aldın, almırsan, bunu əlavə elə ki, olsun. Bir problemli məsələ bilirsiniz nədədir? Biz gedirik marketə. Marketdə səbətlər böyük. Bu bizi sevindirir. Yaxşı, okey, olsun böyük, mən razı. Amma səbətə nə alıb qoyaq? Deyim ki,
Bu dəqiqə indi hazırda biz avqust ayındayıq da. Avqust ayında pomidorun mən indi pomidorun dadını indi ala bilmişəm. Avqust ayında hələ indi bu şəmkir pomidorlu falan çıxandan sonra xiyarın da həmçinin də. Amma biz bu marketdən səbətimizə nə dolduraq ki, bunu uşaqlarımıza verə bilək. Mən əziyyət çəkirəm uşağıma səhər yeməyi verməyə. Bilmirəm, çörək verim, bir gün çörək verirəm. Bir gün çörəyi düşünürəm ki, verməyim. Bir gün yumurta bişirirəm. Düşünürəm ki, yumurta bişirməyim. Bir gün uşaqdılar, bunlar kalbasa istəyirlər, bunlar sosiska istəyirlər. Bunlar nə bilim kukuruz istəyirlər, hansı ki bu südlə. Xlopiyada. Bunlardan istəyirlər. Zəhləm gedir o. Və həmişə də alıram. Yəni bu reallıqlar var ki, biz qaça bilmirik. Təbii mən başa düşürəm ki, bəli, mənə çoxlu göyərti lazımdır, ət lazımdır, yumurta lazımdır, süd lazımdır, pendir lazımdır, müəyyən çərçivələrdə. Amma bu əlavələr vardı, yəni mən almayanda uşaqlarım kənardan da istəyirlər. Və mən qalıram belə. Mən nə alım? Uşaqların qidalanması ilə və uşaqların tələbi ilə mən də, yəni ki, düşünmürəm ki, uşaqlar o qədər çox belə ağır bir çərçivədə böyüməlidir. Çünki düşünürəm ki, nə bilim, o uşağın gələcəyi üçün də biraz müəyyən bir formada psixoloji, sosial problemlər yarada bilər. Mən elə düşünürəm. Ona görə də çalışıram ki, uşaqlar həm istədiklərini yesinlər, həm də mən istədiyimi yesinlər. Məsələn, çalışıram tutalım, birinci mənim istədiyimi yesin, azdan çoxdan qarnı doysun. Bilim ki, artıq o birisini yeyəndə biraz az yeyəcək. Misal üçün cips istəyirsə alırsınız. Alıram, amma yəni ki, onun da artıq məsələn bilirlər ki, ayda məsələn bir dəfə yeyə bilərlər və heç olmasa bəzi də biraz belə yüngül balans saxlayanda mən düşünürəm ki, biraz öhdəsindən gəlməli olur. Bəs bu içkilər necə? Məsələn, qazlı içkilər, hansı ki, həm şəkərdir, həm qazdır, həm də bilinmir başqa nələr var. Bildiyimiz bunlardır da. Məsəl üçün adamlar var deyir ki, mən nə içdim? Bir stəkan soğuk içdim. Elə birincisi, ən pisi odur elə. Bu il heç nə içməmişəm. Bir stəkan soğuk içmişəm, bir stəkan kapuçino, vəsə. Məsələn, bağladı. Bir tanışım var, həmişə deyir ki, Allah, mən kilo alıram, heç nə yemirəm. Sonradan mən bilmişəm ki, bu insan gün ərzində bir 2 litr Coca-Cola içir. Məsələn, enerji içkiləri içir bir 3-4 dənə. Hansı ki, başdan ayağa şəkər, başdan ayağa, yəni sağlam qidalanmağa keçəndə ən birinci cümlə var, bir tövsiyə kimi verilir ki, don't drink your calories. Yəni kalorinizi içməyin. Yəni hansı ki boş yerə bizə kalori verir də, məsələn, o şəkərli içkilərdir, meyvə şirələridir, yəni də belə qablaşdırılmış nəzərdə tuturam ki, yəni bunlardan bizə bir heç nə gəlmir. Boş yerə kalori yüklənir. Əlavə. Boş yerə, tamamilə boş yerə bir kalori yüklənməsi yaşayırıq. Ona görə də mən düşünürəm ki, ən birinci belə deyim, eliminasiya eləməli olduğumuz şey odur. Sular, şəkərli sular, meyvə suları və s. yəni şəkərli sular, şəkərli içkilər. Bəli, şəkərli. Bəs bu kofelər hansı ki gündə 2 çaşka kofe içməsə dayana bilməz. Kapuçinosuz onun işi keçmir. Belə də kofe əslində kofein çox möhtəşəm bir qida da deyil, amma təhlükəli də bir qida sayılmır. Məsələn, enerjiyə, diqqət üçün faydalıdır, hətta antioksidant tərkibi də olur. Təbii ki, yaxşı olar ki, məsələn, sırf qəhvənin özünü içəsən, məsələn, ya amerikano, ya espresso, ya türk qəhvəsi məsələndə sırf kofedə belə acı. Amma süd əlavəsi ilə normaldır, amma bəzi məsələn kofe shoplarda görürsən, nə bilim, karamel, nə bilim, üstünə qaymaq, vanilli. Yəni orada kofedə nəzər əlamət qalmır, orada başqa şeylər yeyilir. Yenə biz də kalorini içirik əslində. Kalorini içirik, hə. Onlar lazımsızdır, həqiqətən də lazımsızdır. Yəni onlar bizə heç nə vermir. Yəni ondan əgər sən həqiqətən də kofe istəyirsənsə, kofenin özünü iç. Ən belə deyək, onlardan ikinci sırada biraz daha məsum olanlar elə kapuçinodur, lattedir nisbətən, amma artıq o üstü qaymaqlı, əlavə siroplar, nə bilim, şokolad dənələri tökülür üstünə, amma bir dənə dondurma qoyulur içinə. Çox olur. Bu idmana istəyirəm biraz qaydaq.
məşqlərinizin əksəriyyəti evdə görünür ki, evdə çəkirsiniz onları. Bəli, bəli. Əvvəldən evdə çalışırsınız, yoxsa zallara gedirsiniz? Mən 12 ildir idmanla məşğulam və onun son 3 ilini, 4 olacaq ki, zala gedirəm. Yəni ilk 8 ili mən evdə idman eləmişəm. Daha sonra zala getməyə başlamışam. Zala getmə səbəbim də evdəki pisdir deyə olmayıb. Sadəcə bütün gün evdə otururdum. İşim də artıq yəni onlayn olduğundan evdə, yəni mən evdən çıxmaq üçün evdən çıxmaq məqsədi ilə dedim zala da gedim. Amma məsələn indi belə baxmayaraq ki, mənim zala abunəliyim də var, mən zala da gedirəm. Məşqlərimin bir neçəsi evdə olur və evdə elədiklərim zaldakından hələ də effektiv sayılır. Mən elə düşünürəm. Çünki zal şəraitində belə də ümumiyyətlə mən düşünürəm ki, idman eləməyi öyrənən bir insan ilk olaraq öz bədənini tanımaq üçün aparatsız, heç bir alətsiz hərəkətləri özü hiss eləyərək öyrənməlidir. Məsələn, squatdır, nə bilim digər hərəkətlərdir. Əzələsini hiss eləməlidir. Oturanda, duranda bədənin hissələrini kəşf eləməlidir. Çünki o hissiyatı yaşamaq da ilk aylarda bayağı çəkir. Yəni daha sonra aparatlarda mən tövsiyə eləyərəm ki, istəsələr keçid edə bilərlər, amma yenə də mən düşünürəm ki, trenajyor zalına getmək çox böyük bir vaxt itkisidir, çox böyük. İndi də məsələn tıxac, getdin, çıxdın oradan, əynini dəyişdin, getdin zala, zalda nə bilim bir adamla rastlaşdın, bir söhbət elədin, qayıtdın, təzədən duş al, təzədən, yəni çox olur da. Amma evdə elədik, duşumuzu aldıq, bitdi. Yəni çox zamana çox böyük bir qənaət eləmiş oluruq. Məsələn, mənim ana olduğum illərdə, belə deyim də, ilk illərdə mənim çox böyük köməyimə çatıb ki, mən çox sevinmişəm ki, mən evdə idman eləyə bilirəm. Uşaq yatıb, tez elədim, bilirəm ki, 40 dəqiqə oyanacaq, 40 dəqiqə idman eləyim, qutarım. Amma uşaq yatır, mən 40 dəqiqə hələ zala gedib çıxacağam. Əgər zala getsəm. Ona görə, yəni orada mən sizlə razıyam, amma enerji məsələsində biraz razılaşmıram. Çünki zala gedəndə zalda aldığın enerji biraz başqa olur. Müəllimlə, oradakilar. O da ayrı bir şeydir. O da ayrı bir şeydir. Yəni bir hansısa bir ambiyansa girirsən, baxırsan ki, bir insan necə məşq eləyir, səndə də bir həvəs yaranır. O da çox razıyam ondan da. Motivasiya verir. Motivasiya verir, hə. Məsələn, mənim həmin vaxtlar motivasiyam nə idi? Tutalım, məsələn üçün mən lap təzə vaxtı idman eləyəndə zala getmədən mən çox izləyirdim xarici xanımları, hansı ki ana idilar, nə bilim idmanla məşğul idilər. Mən onlara baxırdım və o mənə bir motivasiya verirdi artıq ki, onları gördüm, onlar eləyirlər, deməli mən də eləyə bilərəm evdə. Amma təbii ki, real olaraq onu yaşamaq tamamilə başqa bir duyğudur da, yəni. Biz indi baxır deyirsiniz ki, övladım deməli yatanda bildim ki 40 dəqiqə vaxtımı az yatırdı. Mənim uşağım heç vaxt çox yatmayıb. Onda neçə dəfəyə idman nə vaxt olsa yaxşıdır, neçə dəfəyə olsa yaxşıdır. Hansı idmanları səhər, hansıları axşam eləsə daha produktiv, effektiv olar. Effektiv olar, hə. Əslində idmanın çox güclü bir belə xüsusi bir zamanı yoxdur. Əvvəllər çox deyilirdi ki, tam ac qarnı eləsən daha yaxşıdır. Nə bilim daha effektivdir. Piyləri ac qarnı eləyəndə daha çox yandırır və s. O daha sonra yəni öz təsdiqini tapmadı. Ancaq ümumi olaraq hər bir insanın günün hansı saatlarında özünü daha enerjili hiss eləyirsə, mən düşünürəm ki, həmin saatlarda etməyə yaxşıdır. Yəni tutalım axşam arğın, yorğun, bizim evin yanında idman zalı var. Balkondan baxanda görürəm də. Bir də görürəm gecə saat 11-də idman eləyirlər. Bir dənə gecə saatlarında o dərəcədə idman eləməyi tövsiyə eləmirəm. Çünki adrenalin qalxır, stress hormonu yüksəlir, kortizol qalxır, idman bir mənalı olaraq qaldırır onları. Yəni sən 1 saatdan sonra artıq yata bilməyəcəksən. Yəni bədən elə bil ki, təzədən oyadırsan da, elə bil ki, bədən artıq hiss eləyir ki, elə bilir səhərdir, belə deyək. Hə, yəni daha yaxşı olar ki, günün ilk saatları, gün ortaları, yəni axşam da olacaqsa da, məsələn, işdən çıxıb gedənlər var da idmana, çox gecəyə salmamaq. Yəni yuxudan ən azı bir 3 saat öncə insan biraz daha
passiv olmalıdır, belə deyək. Hə. Yuxuya hazırlaşmaq. Yuxuya hazırlaşmaq üçün, hə. Bəs nə qədər misal üçün varmı bunun vaxtı ki, bax sən Müddət, hə. gündə bu qədər məşğul olsan, bu səndə olacaq. Hə, belə deyək, əslində deyilir ki, həftə ərzində 180 dəqiqə bəs edir. Yəni bu edir ya 3 dənə 60 dəqiqə, ya eləyə bilərsən 6 gün ərzində 30 dəqiqə. Yəni həftəlik 180 dəqiqə tövsiyə olunur. Yəni Dünya Səhiyyə Təşkilatının tövsiyəsi budur ki, normal insan sağlamlığının istəyən ki, mən istəyirəm sağlam olum, formada olum, həftədə 180 dəqiqə idmana vaxt ayırmalıdır. Bu da əgər yenə deyirəm 60-la da 3-ə bölə də bilərik, 6-ya da bilərik. Yarım saat vəbşə əladır. Mən məsələn üçün yeni anan olan dövrlərdə mənim idmanlarım həmişə 30 dəqiqə olubdu. Yəni 30 dəqiqə eləmişəm. Çünki vaxtım yox idi. Yəni ancaq tapandan tapana 30 dəqiqə kifayət edir. Və bir də siz bayaq dediniz ki, yəni bölə-bölə etməkmi? Məsələn, indi elədim, bir də sonra eləyim və s. Yəni qurtarmamışam, axırını orada. Hə. Mən onu çox dəstəkləmirəm. Yəni ondansa yəni yəni belə deyək, əvvəldən axıra qədər bir dəfəyə bitirmək. Hə, evdə etdiyimiz idmanlar zalda etdiklərimizdən başqadır və misal üçün qadınların ən çox problemləri gəlir ki, mən nə edeyim, bilmirəm axı nə edeyim. Adi hərəkətlər onlara çox adi gəlir. Bu nədir, burada nə var? Mənə bununla nə olacaq ki? Amma belə bir düşüncələr var ki, məsəl üçün nədir də? Oturub durmaqla mənə heç nə olası deyil. Başa düşdüm. Hə, aşağı görürlər ki, etdikləri idmanı. Hə, amma heç də elə deyil. Məsələn, çox vaxt olur ki, məndə məsələn proqramda qızlar qoşulurlar, videoya baxırlar ki, sabah edəcəklərdə mən, yəni deyirlər ki, ay bu rahat görünür axı. Bu mən necə eləyəcəm, heç nə olmayacaq. Elə yazanlar da olur ha. Başlayırlar eləməyə. Deyirlər, bu nədir? Ölürəm. O, yəni çox görülən bir şeydir və ikinci məqam olaraq da məsələn baxmayaraq ki, mən artıq 12 ildir idman eləyirəm. Mən hər zaman onu deyirəm ki, məsələn, mən hər dəfə idmana başlayanda tutalım squat hərəkətini eləyəcəm də, yəni oturub durma hərəkətini. Mən həmişə, yəni baxmayaraq ki, 12 ildə elədiyim bir hərəkətdir, elə bilirəm ki, bu dəfə keçən dəfəkindən daha yaxşı elədim. Bu dəfə keçən dəfəkindən daha yaxşı elədim. Mənim əlimdə çəki olmasa da, yəni orada bir xüsusi bir önəm yoxdur ki, mən getdikcə artıra getməliyəm. Elə bir ötəlik yoxdur. Yoxdur. Əsas hiss eləmək var. O hissiyat getdikcə daha da dərinləşir, daha da güclənir. Məsəl üçün 10 dəfə ilə başlamısınızsa, bunu 100-ə çatdırmaq niyyətində deyilsiniz, hə? Yox. Daha da keyfiyyətli eləmək niyyətindəyəm. Məsələn üçün tutalım, mən məsələn üçün deyirəm ki, bir hərəkəti çox vaxt məsələn YouTube-da idmanlar var da, görürük ki, başdan ayağa 30 saniyədən bir başqa hərəkət eləyir. Nə bilim, bu qutarı o keçir ona. O əslində bizdə həmin hərəkətin effektivliyini yaratmır. Çünki bədən təkrara daha çox reaksiya verir. Yəni eyni şeyi daha da yaxşılaşdırmağa. Çünki mümkün deyil ki, bir gün ərzində tutalım mən squat edəcəm, 3 gediş və yaxud da 4 gediş. Birinci gediş həmişə elə bil isinmə olur. O neyronların, o əlaqənin qurulması olur. İkidə daha çox hiss eləyirsən. Görürsən ki, hə, əməlli başlı əzələ muscle mind connection deyə bir şey var. Yəni beyinlə əzələnin əlaqəsi. Hə, o ikidə onu daha çox hiss eləyirsən. 3də yəni pikdə olursan, 4-cünü ya nə bilim hansı vəziyyətdə eləyirsən. Yəni o ağırlıq baxmır ki, nə bilim kilonu getdikcə artırım. Yəni təbii ki, kilonu artırmaq faktorları da var, amma yəni əsasən keyfiyyətə. Onda siz məsəl üçün deyirsiniz ki, mən 30 dəqiqə eləyirdim əvvəl. 30 dəqiqədə neçə idman növü dəyişirdiniz? Neçə hərəkət məsələn. Hə. 30 dəqiqədə neçə hərəkət? Təxminən 4-5. Maksimum 4, maksimum 5. Bəs kökəlmək istəyənlərə nə deyək? O da yaralıdır. Çünki var ki, istəyirlər. Bəli. Çox gözəl bir mövzudur. Çox gözəl bir mövzuya toxunduq. Çünki daha doğrusu mən hər zaman deyirəm ki, kilo almaq, kilo verməkdən çətin bir prosesdir. Çünki belə deyim, kilo almaq istəyən insan nə bilim, o elə bilir ki, geyir məsələn üçün. O insanı
daha çox yeməyə məcbur eləmək bir insanı daha az yeməyə məcbur eləməkdən daha çətin bir şeydir. Və mən bizdə olur da, yəni mən də məsələn kilo almayla məşğul olduğum xanımlar olur. İlk olaraq gözlənti olmamalıdır ki, mən yeyim, məsələn, tam kilo verən adam deyir ki, bir aya tutalım 4 kilo arıqladım. Hə. Amma kilo alan insan onu gözləməməlidir ki, mən bir aya 4 kilo kökəldim. O gözlənti olmamalı. Çünki əgər o dərəcədə sürətli kilo alma getsə, piylənmə gedəcək, sağlıqlı olmayacaq. Başa düşdünüz? Məsələn, bir adam deyir, mən məsələn yeyirəm 3 günə 5 kilo kökəlirəm, gedirəm tətilə qayıdıram 5 kilo artıqla. Yəni insanlarda biraz yanlış bir algılanma yaranır ki, kilo almada o qədər sürətli olmalıdır, amma kilo alma daha asta bir prosesdir və ilk olaraq nə olmalıdır yenə də? Bir insanın bayaq dediyim kimi, o insan baxmalıdır ki, mən gün ərzində nə yeyirəm? Səhərdən axşama qədər nə yeməliyəm? Nə yeyirəm? Genəldə də çox vaxt oxşar olur da. Bunu artıq o artırmalıdır. Yəni artırmalıdır ki, nəticə görsün. Artırmasa, eyni cürə davam eləsə, təbii ki, nəticə almayacaqdır. Yəni baxırsan nə yediyinə, onu sabah üçün azaldırsansa azalacaqsan, çoxaldırsansa çoxalacaqsan. Sadəcə keyfiyyətli formada artırmaq üçün mütləq idman da edilməlidir ki, bədəndə əzələ formalaşsın və eyni zamanda zülal daha çox alınmalıdır. Deyirsiniz ki, idman eləməlidir, bədəndə əzələ formalaşsın. Onda idmansız eləsə, əzələyə yağ gətirmiş olur. Əzələyə yox, bədənə ümumi yağlanma olacaq. Bədəndə yağlanma. Məsələn, qarın nahiyəsi başlayacaq çox böyüməyə. Yəni məsələn, qarnı böyüyəcək məsələn. Kilo alacaq, amma qarnı çıxacaq. Yəni və yaxud da daxili orqanlar yağlanacaq. Hə, yəni keyfiyyətsiz bir kilo alma yaranacaq da ortada. İstəmədiyi bir görüntü yaranacaq. Ancaq istədiyi formada ki, məsələn, belim çox qalınlaşmasın, tutalım, istəyirəm ayaqlarım daha dolğunlaşsın. Orada artıq idman və qidalanma sintez şəkildə düzgün hesablanıb verilməlidir. Aha. Bədəndə bəzən müşahidə olunur ki, hər şey yaxşıdır, normadadır. Ayağın bir nahiyəsi var ki, orada ancaq piy toxumu var. O da belə yumru ələ gələn bir şey belə olur. Bu kimi olur da. Mən heç bilməzdim, amma məndə var imiş belə bir şey. Mən həkimə gedəndə mən başa düşmürdüm ki, bu nədir. Mənə dedilər ki, narahat olma, bu piy toxumasıdır, yığılır, belə də qala bilər. Bu hər yerdə ola bilər. Ola bilər, bəli. Mənə maraqlıdır. Məsələn, o piy toxumaları gedə bilir, hansı ki belə yumru Deməli, mənim şəxsən öz təcrübəmdə belə bir hadisə baş vermişdi. Təxminən 8 il qabaq mənə dedilər ki, bir masajist var. Çox gözəl masaj eləyir. Antiselülit masajı. Tipa ayaqları çox qəşəng bir formaya gətirir və s. Həmin dövrlərdə elə hormonal problemlərimin olduğu dönəm idi. Mən də dedim ki, masajist qoy çağırım, biraz mənə ayaqlarımı falan masaj eləsin. Xanım mənə masaj elədi bir 10-15 seans. Bilirsiniz necə bir görüntü yaranmışdı? Dediyiniz elə bir hissə, ayaqlarımın bir hissəsində, hər iki hissəsində özdə daha doğrusu, sağda da, solda da, sağda səhv eləmirəmsə çox idi. Bir topa, bir piy qalmışdı orada, belə yumru. Yəni ayaqdan bayağı seçilirdi o. Başa düşdünüz? Seçilir ki, burada nəsə var. Nəsə var. Hə, o bildiyin görünürdü. O məni çox narahat elədi. Yəni əslində səhv texnika ilə elədiyi bir şey idi. Nəsə elə bil ki, elə bil yığıb aparmışdı orada. Nəsə belə bir şey kimi yaranmışdı orada. Mən illər boyunca onu apara bilmirdim. Nə bilim masaja digər aparatlar, nə bilim nələr. O qədər şey sınayırdım və mən həmin illərdə kilomu çox normal saxlayırdım, düşürtmürdüm belə deyim. Axırı düz mən keçən il, belə deyim, 2 il əvvəl daha doğrusu, mən istədim ki, biraz da bədənimi qurudum da, belə deyək. Onu qurudanda artıq o getdi. Yəni o boyda mənim nə bilim düşüncələrim ki, nə bilim aparat bəlkə kömək elədi. Çünki bilirsiniz kimlə oturursan deyir ki, hə falan şey var, o insanda yaranır da, qadın olaraq bizdə daha çox. Amma gördüm ki, elə yenə də idman elədi onu və sağlam qidalanma yenə onu apardı. Aparmaq olur. Bax indi çox yaxşı bir yerə gəldi əslində sizdə də bu var masajlar, var ki, aparatla arıqladılar özlərini. Heç nə eləmir. Uzanır aparat arıqladır onu. Yəni bu nə qədər produktivdir. Aparat kosmetologiyası, hə. Mən bunlarla çox belə deyim,
türklərin sözü. İçli dışlıyam, yəni bilirəm çoxsunu. Bir çoxlarını tövsiyə eləmirəm, amma həqiqətən də bəzi aparatlar var ki, dəstək olur. Yəni bu o demək deyil ki, səni super fit bir vəziyyətə gətirir, amma çox böyük bir dəstək rolunu oynayır. Məsələn, idmanla məşğulsan, qidalanman da yerindədir. İstəyirsən ki, biraz da sürətlənsin, aparatdan istifadə edə bilərsən. Amma bəzi aparatlar var, spesifik olaraq məsələn liposaksiya əməliyyatı keçirmiş xanımlara çox gözəl bir effekt verir. Çünki liposaksiyadan sonra xanımlarda çox böyük bir ödəm şişkinlik yaranır da, dəhşətli bir dərəcədə. Məsələn, var spesifik aparatlar ki, məhz o ödəmi şişkinliyi çox qəşəng aparır. Yəni hər birinin təyinatı ayrıdır, amma sırf yəni bu səni arıqladacaq, bu sən burav böyüdəcək, ora balacalaşdıracaq elə şey yoxdur. Bəs bu liposaksiya danışırıq. Liposaksiya bədəndən yağları çəkir də. Buna münasibətiniz necədir? Bu düzdür, düz deyil? Belə deyim, hər bir insanın şəxsi seçimidir. Burada mən heç kimin belə deyim, işinə qarışa bilmərəm. Təbii ki. Amma həddindən artıq ağır bir əməliyyatdır, çox ağır bir əməliyyatdır və ondan bərpa olunma dönəmi. Məsələn, bəzən qadınlar, daha çox qadınlarda, yəni mən kişilərdə çox az halda eşitmişəm ki, liposaksiya əməliyyatına girsin. Qadınlar deyir ki, qısa yoldur. Məsələn, eləyirəm və istədiyimi alıram. Amma heç də o qısa yol deyil. Əməliyyatdan sonraki bərpa periodu, yəni mən gözümlə görmüşəm insanlarda ki, nə dərəcədə ağrılı və ağır bir dönəm olur. Nə bilim, qan köçürülür, nə bilim, qan itkisi yaranır. Bədəndə o dərəcədə ağrılar olur ki, yəni ən güclü, ən belə axırıncı etapda olan ağrı-kəsicilərlə bu insanlar həmin dönəmi keçirirlər və ondan sonra da çox böyük bir aylar ərzində, təqribən bir 6 ay kimi aşırı ödəm olur, aşırı. Yəni normal bir formada, yəni artıq belə deyək də, əməliyyatdan sonra nisbətən normal görüntüyə gəlmək üçün təqribən 6 ay dönəm lazımdır. Amma bu 6 ay əslində yəni ağrısız, daha rahat eləmək olardı. Hansı ki, daha yüngül təbii ki, keçsin. Yəni yüngül keçirir. Əməliyyat eləmirsən də, idman elirsən, qidalanmağa diqqət edir. Zaten sən 4-5 ay şiş ödəm olacaqsansa, bunu idman eləsən. Yəni onu deyirəm də, yəni o dərəcədə ağrılı bir perioddur ki, insanlar düşünür ki, qabağa düşdüm. Amma yəni qabağa düşdüm. Sadəcə burada həkimlərin çox yaxşı bir rolu var. 40 dəqiqəlik əməliyyat deyirlər. Heç nə yoxdur 40 dəqiqəlik əməliyyatda. Həkimlər üçün o çox sadədir. Onlar artıq o qədər əməliyyat edirlər ki, insan kimi baxmırlar da. Elə bir konstruksiya kimi baxırlar ki, açdım, tökdüm, düzəltdim. Çünki ağrını çəkir ağrı. Reklam olunur 40 dəqiqəlik əməliyyat, amma göstərilmir ki, onun altında nələr yatır. Əslində, yəni o da bir reklam olunsa, onlar da bir işıq üzü göstərər. İnsanların əksəriyyəti inanmıram ki, yəni ona razılıq verərlər. Güllə xanım, mənim əslində suallarım çoxdur, amma kameramanımız deyir ki, bizim 3 dəqiqə vaxtımız yoxdur. Mən çox təşəkkür edirəm. Mən də çox təşəkkür edirəm. Əksər suallar özümə maraqlı idi. Çox sağ olun ki, çox özümə maraqlı olan suallara cavab tapdım. Çox təşəkkür edirəm gəldiyiniz üçün, gözəl enerji üçün. Dəvətiniz üçün çox sağ olun. Minnətdaram sizə. Sağ olun. Sağ olun.